Kızlarım. Herkese salam. Yeniden bir vlogla karşınızdayım. Gördüğünüz kimi uşaqları oyatmağa çalışıram. Günə bugün onları oyatmaqla başladım. Əsnadın tipinə baxın bir dənə. Rabiyyəni də istədim qıdıqlayım, alınmadı. Şəriyər burada deyir, Allah vurub məni, nə gündəyəm, hələ də çəkirsən. Bu aralar kartoşka frey eləməyə meyil salmışıq. Zavtrakda da türklər kimi araya qaynatdım. Şəhriyar da həmişə kimi bizdən fərqli menü xaş yeyir. Nəysə, yemək yedikdən sonra uşaqlar oyun oynayırdılar. Dedik ki, sübh namazını qəzaya saxlamışıq. Gəlin onu qılaq. Qıldıq. Burada da görürsünüz. Bu namazdan əvvəl idi. İndi qıldım. Gəldim, oturdum divanda. Çak bir dənə belə xırda dəyişim elədim. Gördüyünüz kimi bu da mənim dəyişmiş halım. İndi parka gedəcəyik. Pamadamın izi düşüb bizon pinkimin üstünə. Ona görə uşaqların saçlarını yığıram. Gördüyünüz kimi. Bu indi Əsnadın saçı. Çönəsi. Sümbül. İndi Məryəmin saçı. Məryəmin saçı o qədər yumuşaq, sürüşkəndir ki, dəhşət çətindir. İndi isə gedirik biraz parka hava almağa, amma başımıza nələr gəldi, nələr. Heç nədən xəbərsiz mindik maşına. Gəldik parka, yol üstü marketə dəydik. Öz ağlımızca həm oturub hava alacağıq, həm də uşaqlar oynayacaq, amma elə olmadı. Burada Uğur böcəyi tapıb Məryəm. Video çəkirik. Şəhriyarın bir videosu var idi. Hal-hazırda səhifəsindədir, paylaşmışıq. Girib baxa bilərsiniz. Nəysə, hər şeydən xəbərsiz gördüyünüz kimi şən bir şəkildə vaxt keçirdirik. Biraz dəniz havası aldıq və uşaqların oynayacağı yerə doğru addımlamağa başladıq. Amma ora gedib çata bilmədik uşaqlar. Qismət olmadı. Elə yol üstü gedirdik ki, Rabiyə üzünü mən tərəfə çöndərəndə gördüm Rabiyyənin yanağında nə boydana bal arısı. Amma yəni o böyüklükdə bal arısı mən həqiqətən heç vaxt görməmişdim. Rabiyə sifətinə çəyirtkə qonduğunu düşüb arıya necə şillə vurdusa, daha doğrusu özünə, Rabiyyənin yanağını arı iynələdi və qaçdı. Gördüyünüz kimi ayağını elə yerə vururdu ki, uşaq ağrıdan dəhşət gözündən su gəlirdi. Burada hələ uşaqlar heç nədən xəbərsiz qalmışdılar. İndi mən niyə uzaqdayam? Əsad mənim yanımda ağlayır. Mən sizə onu izah edeyim. Həmin arı bizlə düşüb. Şəhriyar ona görə kurtkasını çıxardıb ki, Rabiyyənin yanağına palçıq vuran yerdə arı bu dəfə də gəldi. Əsnadın tipə. Məryəm, nə gündəsəsin? Qorxularından ağlayırlar. Ayrı vaxt deyirəm, kutkavuzu geyinin, kapşon kavuzu taxın, taxmırlar. Arının şotuna hamı büründü. Nəysə, Şəhriyarın belindən arını bir təhər uzaqlaşdırandan sonra qorxa-qorxa gəldik evə. Bu qədər.